Dədələr, hər vaxtınız xeyir. Mən bu qələm haqqında videolar paylaşan kimi kommentlərdə nə qədər yazırlar. Tütünü salfetka ilə sıxmaq olar, tütünü salfetka ilə qurulamaq olar. Mən bu mövzunu olsa bir kere başqa videoların içində demişəm, amma gördüm ki, bundan ötürü ayrıca bir video çəkmək lazımdır. Yəni salfetkadır. Bunu basdıq tütünə. Götdük, qulladıq da bunu görə. Bu salfetka qədər yumuşaq bir şey yoxdur. Tez dağılan bir şey yoxdur. Siz bu salfetkanı tütünə vuranda, İstəsəniz bunun üstündəki ağ liflər var, kağızda belə deyək. Qalır bu tütünün arasında və rəngi sönür, dəyişir, o tütünə oxşuyur. Sən onu seçə bilmirsən, çox balaca olur. Yəni salfetkadan qopur, qalır bu tütünün üstündə və sən onu çəkirsən. O həm sənə ziyandır, həm də tütünün dadına təsir edir, dad qarışır. Ona görə tütünə salfetka vurmaq olmaz. Tütünü birinci növbədə qabından götürəndə yəni elə qarışdırmalısan ki, onu götürəndə ta onun şirəsini sıxmağa, azaltmağa ehtiyac olmasın. İkinci növbədə lap belə azaltmağa ehtiyac varsa da maksimum əlinlə götürüb sıxıb təzədən qoya bilərsən yerinə. Başqa heç nə. Yəni tütünə salfetka vurmaq olmaz. Bunu bir dəfəlik yadda saxlayın.